Salam, hər vaxtınız xeyir olsun. Bu gün həzm orqanları, qidanın həzmi mövzusunun testlərinə baxacağıq. 53-cü sualda qalmışdıq. Davam eləyək. Yetkin insanda normada alt çənədəki böyük azı dişlərin sayının bu çənədəki kəskin dişlərin sayına nisbətini istəyir. Böyük azı dişlərinin sayı yetkin insanda 12 ədəddir. Alt çənədə bunun 6-sı yerləşir. Bu çənədə kəskin dişlərin sayı 8-dir. Alt çənədə də yerləşir bunun 4-ü. 6-nın 4-ə nisbəti neçə edəcək? 3-ün 2-yə. 53-də D bəndi olacaq. 54. Həzm kanalının hansı hissəsinə kanaldan kənarda yerləşən daha çox iri vəzi axacağı açılır deyir. Burada olacaq ağız boşluğu. Çünki ağız boşluğuna 3 cüt iri ağız suyu vəzisi açılır. Burada şagirdlər çox vaxt 12 barmaq bağırsağı seçir. Amma diqqətli olmalısınız. Burada deyir bizə hansına daha çox açılır. 12 barmaq bağırsağı 2 ədəd açılır. Mədaltı vəzinə qaraciyər. Amma ağız boşluğuna 6 ədəd ağız suyu vəzisi açılır. 55. Həzm kanalına kanaldan kənarda yerləşən cəmi neçə iri həzm vəzinin axacağı açılır. Hamısı bir yerdə soruşur. 3 cüt iri ağız suyu vəzisi, 1 qaraciyər, 1 mədaltı, cəmi edəcək 8 ədəd. İnsanda həzm kanalından kənarda yerləşən neçə həzm vəzinin axacağı 12 barmaq bağırsağa açılır. İkisi mədaltı vəzinə qaraciyər. 57. İnsanın həzm kanalında zülalların həzmə uğradığı ardıcıl mühitlər. Zülallar həzmə uğrayır. Bir mədədə, orada da turş mühitdir. Bir də nazik bağırsaqda, orada da qələvi mühitdir. C bəndi olacaq. 58. Normal ontogenez zamanı 13 yaşlı uşaqda alt çənədə bütün kəssi dişlər çıxarılarsa, yəni alt çənədə 4 ədəd kəssi diş var, qalan dişlərin sayı. Bunun 13 yaşlı uşaqda ağız boşluğunda 28 ədəd diş var. 4 ədəd diş, kəssi diş çıxarılsa, qalacaq 24 ədəd diş. Bunun yetkin insanda olan dişlərin sayı 32 ədəddir. 24-ün 32-yə nisbəti qalacaq 3-ün 4-ə, 58-də Y bəndi olacaq. 59. Normal ontogenez zamanı 13 yaşlı uşaqda bütün köpək dişlər çıxarılarsa, köpək dişin sayı 4 ədəddir. Yenə bunun ağız boşluğunda 24 ədəd diş qalacaq. Yetkin insanda 32 ədəd diş var. 24-ün 32-yə nisbəti 3-ün 4 edər. 60. Hansı qrafik qidadakı zülalların insanın həzm kanalından keçməsi zamanı həzm şirələrinin təsirindən əmələ gələn amin turşuları miqdarının dəyişməsini göstərir? Ağız boşluğunda amin turşusunun sayı artarmı? Artmaz. Zülallar amin turşusuna parçalanır da ağız boşluğunda da zülalın parçalanması getmir. Ona görə nə amin turşusu sayı artmaz, nə də ki D variantındakı kimi azalmaz. Ağız boşluğunda amin turşusunun miqdarı dəyişmir. Mədədə bir miqdar artır. 12 barmaq bağırsaqda da daha çox artmış olacaq. A bəndi doğrudur. Məsələn, Y bəndində də artan istiqamətdə göstərib oxu, ağız boşluğunda olmaz. Y bəndində səhv olar. 61. İnsanda həzm kanalının hansı şöbəsi əsasən döş boşluğunda yerləşir? Burada olacaq qida borusu. Əsasən döş boşluğunda yerləşir və həm də qarın boşluğunda yerləşir. 62. Şəkilə əsasən hansı ifadə doğru deyil? 3-də süd yağlarını parçalayan ferment var. Məddədə lipaza var ki, süd yağını parçalayır. 1-ə yağ, karbohidrat, zülal daxil olar. Düzdür. 3-ün şirəsinin fermenti karbohidratı həzm etmir deyir. Doğrudur. Mədədə karbohidrat həzm olunmur. 3-də gliserin yağ turşusu yoxdur. Niyə yoxdur? Baxın, mədədə lipaza fermenti var. O da yağları parçalayır. Yağ da parçalanır gliserin və yağ turşusuna. Ona görə mədədə gliserin yağ turşusu olacaq. Yoxdur deyirsə, səhv deyir. 2-yə karbohidrat daxil olur da doğrudur. 63. Şəkilə əsasən hansı ifadə doğrudur? 3-ün şirəsinin fermenti karbohidratı həzm edir. Mədədə karbohidrat həzm olunmur. 1-ə yağ, karbohidrat, zülal daxil olmur deyir, səhvdir. 2-də heyvan mənşəli yağın parçalanması baş verir. 12 barmaq bağırsaqda parçalanar. Elə doğrunu istəyir. C bəndi doğru olacaq.
3-də yaxud süd yağlarını parçalayan ferment yoxdur, var lipaza. 2-də amin turşusu yoxdur, zülal parçalanır, amin turşusu əmələ gəlir. 64. İnsanın yoğun bağırsağında yaşayan faydalı bakteriyaların sayı bir qədər artarsa orada nə baş verər? Yoğun bağırsaqda yaşayan bu bakteriyaların funksiyası nədir? Məsələn, sellulozanı bakteriyalı parçalayırlar, xəstəlik törədən mikrobların sayını azaldırlar, zərərsizləşdirirlər onları və vitamin sintez edirlər, K və B qrup vitamini. Əgər bu bakteriyaların sayı artarsa, avtomatik olaraq bu proseslər də artacaq. Hansı uyğun gəlir? D bəndi. Bəzi vitaminlərin sintezi artmış olacaq. 65. İnsanın yoğun bağırsağında yaşayan faydalı bağırsaq çöplərinin sayı azalanda o proseslər də azalacaq. Uyğun gəlir, bəzi vitaminlərin sintezi zəifləyər. 66. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst amin turşularının miqdarı daha çoxdur? Harada olacaq? Nazik bağırsaqda. Həzm kanalının ən uzun şöbəsində. 67-də də yenə sərbəst yağ turşularının miqdarı da nazik bağırsaqda çox olacaq. 68. Həzm kanalından kənarda yerləşən vəzlər, kənarda deyirsə qaraciyər mədə-altı vəz kənarda yerləşir. Daxili divarlarında isə mədə vəzləri, bağırsaq vəzləri yerləşir. C bəndi. 4 yaşlı uşağın ağzında normada neçə azı diş olar? Böyük azı dişlər çıxmayıb, 8 ədəd kiçik azı dişləri var. 14 yaşlı yeniyetmədə normada cəmi neçə böyük azı dişi olur? Böyük azı dişləri 8 ədəddir. 16 yaşdan sonra ağıl dişləri də çıxacaq, olacaq 12 ədəd böyük azı dişləri bir yerdə hamısı cəmi. Burada da olacaq, dedik ki, 14 yaşlı yeniyetmədə 8 ədəd böyük azı diş olar. 72. Həkim dişlərini müayinə etdirən şəxsə sayı alt çənədəki kəsdi dişlərin sayına bərabər olan dişlərin müalicəyə ehtiyacı olduğunu söylüyor. Alt çənədəki kəsdi dişlərin sayına bərabər olan diş. Alt çənədə neçə ədəd kəsdi diş var? 4 ədəd. Sayı 4-ə bərabər olan köpək dişləridir. Deməli, həkim buna deyib ki, köpək dişlərinin müalicəyə ehtiyacı var. Bu şəxsin neçə dişi müalicə olunmalıdır? 4 ədəd köpək dişi. 73. Hormon ifraz edən həzm vəzisi şəkildə hansı rəqəmlə işarə olunub? Burada 1 ilə mədə, 2 ilə mədə-altı vəz, 3 12 barmaq bağırsaq, 4 öd kisəsi, 5 ilə də qaraciyər göstərilib. Hansı hormon ifraz edirsə, burada hormon ifraz edən sadəcə mədə-altı vəzdir, Y bəndi. Burada niyəsə qarışdırıb həmişə ya qaraciyər ya öd kisəsi götürürlər. Olmaz. Yəni, qaraciyər nə əlaqəsi var? Qaraciyər hormon ifraz etmir. Bu öd ifraz edir. Öddəki həzm şirəsidir. Hormon deyirsə, yalnız aid olacaq mədə-altı vəz. 74. Həzm kanalında fermentlərin təsirindən karbohidratlar ardıcıl olaraq hansı mühitlərdə parçalanır? Karbohidrat bir ağız boşluğunda parçalanır, zəif qələvidir, mədədə parçalanmır. Bir də nazik bağırsaqda parçalanır, orada da qələvi mühitdir. 74-də C bəndi olacaq. 75. Aşağıda ox qoyulan orqan haqqında deyilən fikirlərdən hansı düzdür? Burada mədə-altı vəz göstərilib, qarın boşluğunda yerləşir. Yalnız xarici sekresiya vəzisi deyil, qarışıq sekresiya vəzisidir. Axacağı açılır 12 barmaq bağırsağa, səhv. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb olur. Mədə-altı vəzin digər adı pankreasdır. Funksiyasının pozulmasına da xəstəliyinə də pankreatit deyilir. D bəndi doğru olacaq. Enterokolit bağırsağın xəstəliyidir. Y də səhvdir. 76. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Mədə-altı vəzindən qaraciyər verilib. Xarici sekresiya vəzisi qaraciyər. Həzm kanalından kənarda yerləşir ikisi də. Qarışıq sekresiya vəzisi mədə-altı vəzidir. Təkdir ikisi də. Axacağı 12 barmaq bağırsağa açılır ikisinin də. Funksiyasının pozulması pankreatitdir dedik, mədə-altı vəz. Sirroz qaraciyərin xəstəliyidir. Qarın boşluğunda yerləşir hər ikisi. 3, 6, 2, 4, 5, 8, 1, 7 A bəndi doğru olacaq. 77.
Ödə aid xüsusiyyətlərdən hansı düzgündür? Burada biz A bəndi deyənmərik. Suyun sorulması yoğun bağırsaqda gedir. Ona görə bu yoğun bağırsağa aid olacaq. Sellozanın bakterial parçalanması yoğun bağırsaq. Anusa doğru istiqamətləndirmək olmaz. Yağların həzmini asanlaşdırır. Ödün funksiyasıdır. 77 D bəndi. 78. İnsanın həzm kanalında zülalların iki fərqli mühitdə parçalandığını söyləmək olarmı? Dedik ki, zülal bir parçalanır. Mədədə turş mühitdir, bir də nazik bağırsaq, orada da qələvi mühitdir. Deməli, fərqli mühitdə parçalandığını demək olar. Çünki həm turş, həm də qələvi mühitdə parçalanır. C bəndi. 79. Nə üçün qusan uşağı bir yan üstə uzadırlar? Nəyə görə? Qusuntu kütləsinin nəfəs borusuna düşməməsi üçün. Y bəndi. İnsanın həzm prosesinə aid deyil. Baxın, həzm prosesində qida kimyəvi dəyişikliyə uğrayır, fiziki dəyişiklik, mexaniki dəyişikliyə də olur. Orada təbii ki, ferment iştirak edir. Yəni, təbii ki, su da iştirak edəcək. Amma istədiyin udulmasının həzmlə əlaqəsi yoxdur. 81. X və Y müəyyən edin. Nazik bağırsağın sahəsi 5 kvadrat millimetrdə. Xov sayını tapaq əvvəlcə burada X-i. Deməli, 1 kvadrat santimetrdə 2500 xov var. Gəlin onu çevirək millimetrə. Deməli, 1 kvadrat santimetr onda 100 millimetr olacaq. 100 millimetrdə 2500 xov var. Bəs 5 kvadrat millimetrdə nə qədər xov var? Burada deməli necə olacaq? 125. X etdi 125. İndi Y-i necə tapmalıyıq? Bu 4X-i tapaq əvvəlcə. 4X deməli neçədir bu? 500. Deməli, 4-ü 125-ə vuranda 500 edir. 500 xov neçə kvadrat santimetrdə olacaq? Biz 500-ü bölməliyik onda 2500-ə neçə edəcək? 0,2 edir. 0,2. Bu da Y-dir. 125 0,2 Y bəndi doğru olacaq. 82. 3 şəxsdə olan azı dişinin sayı aşağıdakı qrafikdə əks olunmuşdur. X-da 8 ədəd azı diş var. Deməli, 8-dən kiçik azı dişi var, böyük azı dişləri hələ çıxmayıb. Deməli, bunun ağız boşluğunda yalnız süd dişləri var. Y-də hamısı çıxıb, həm kiçik azı, həm böyük azı dişləri çıxıb, ağıl dişləri də çıxıb. Z-də isə 16 ədəddir. Deməli, kiçik azda 8 dənədir. Böyük azda 8 dənədir. Ağıl dişləri çıxmayıb Z-də. Cavablara baxaq. X bütün kiçik az dişi çıxıb. Bu doğrudur da. 8-dən kiçik azı dişi çıxıb. Kəssi dişlərin sayı 8, azı dişinin sayı 8. Bir-birinə bərabərdir. Bu da doğrudur. Y-də var idi 20 ədəd diş. Ağıl dişləri də çıxmışdı. Ümumi dişlərin sayı köpək dişinin sayına 8 dəfə çoxdur. Yəni 32 ədəd diş var. Bu 16 yaşından böyük şəxsdir də. 32 ədəd diş var. Köpək dişinin sayı 4 ədəddir. 8 dəfə çoxdur. Bu da doğrudur. Z-də 16 ədəd idi. Y yaşlı Z-dən böyükdür. Bu da doğrudur. Z ağıl dişləri yenicə çıxıb 16 ədəd azı dişi varsa da, deməli 8-i kiçik azı, 8-i böyük azıdır. Hələ ağıl dişləri çıxmayıb. Yanlış olan B bəndi olacaq. 83. Cədvəldə həzm sisteminin müxtəlif vəzlərində X, Y, Z birləşmələrini həzmə uğradan fermentlərin sintez olunub olunmaması göstərilib. Bu üzvü maddələri təyin edin. Deməli, X, Y, Z üzvü birləşmələrdir. İnsan həzm vəzlərindən X-a ağız suyu vəzi təsir etmir. Deməli, X karbohidrat ola bilməz. Y-ə ağız suyu vəzisi də təsir edir. Məddaltı vəzdə. Deməli, Y karbohidrat olmalıdır. Z-ə
Ağız suyu vəzsi təsir etmir. Mədə vəzsi təsir etmirsə, Z zülal ola bilməz. Zülala mədə vəzsi təsir edir. Deməli, Z bitki yağıdır. Bitki yağına mədə vəzsi təsir etmir. Ağız suyu vəzsi də təsir etmir. Yalnız mədə-altı vəzs təsir edir. Ona görə olacaq B bəndi. 84-də də baxaq. X karbohidrata təsir edir. Deməli, X karbohidratdır. Burada da əksi verilib də. X karbohidrata təsir edirsə, deməli, ağız suyu vəzsiz ola bilər. Y zülala təsir edir. Mədə vəzsi, mədə-altı vəzs ikisi də olar. Z hər üçündən təsir edirsə də, bu olacaq mədə-altı vəzs. Məsələn, mədə vəzsi olmaz, çünki mədə vəzsi bitki yağına təsir etmir. Y bəndi uyğun gəlir. 85. Həzm kanalından kənarda yerləşmiş həzm vəzlərdən hansılar yağları həzmə uğradan ferment ifraz edir? Burada ferment sözünə diqqət etməliyik. Ferment dediyi üçün qaraciyəri götürə bilmərik. Qaraciyər ferment ifraz etmir. Yenə deyirəm, öd həzm şirəsidir. Nə ferment deyil, nə hormon deyil. Ona görə yalnız mədə-altı vəzs düzgün olacaq. 86. Sağlam insan orqanizminin, həzm sisteminin orqanları ilə onların funksiyaları arasında yoğunluğu müəyyən edin. Baxaq, 1 ilə ağız boşluğu, 2 ilə qaraciyər, 3 ilə yoğun bağırsaq, 5 ilə 12 barmaq bağırsaq, 4 ilə də mədə göstərilib. Glikoz artıq glikogen şəklində toplanır qaraciyərdə. XA2. Qida ilə qəbul olunan karbohidratların parçalanması baş verir nazik bağırsaqda. Qida ilə qəbul olunan karbohidratların parçalanması baş verəcək ağız boşluğunda. Y1. Sellozanın bakterial parçalanması yoğun bağırsaqda. Ödün iştirakı ilə turş qida horrasının neytrallaşması nazik bağırsaqda. Heyvani yağların parçalanması, heyvani yağlar harda olacaq? 4-də, mədədə olacaq. 2, 1, 3, 5, 4 A bəndi doğrudur. 87. Eyler Venn diaqramının əsasən uyğunluğu müəyyən edin. Qaraciyərlə mədə göstərilib. Siroza səbəb olar qaraciyər. Qarın boşluğunda hər ikisi yerləşir. Əzələ qatındozunun eninə köndələn sayı əzələlər mədədədir. İfraz etdiyi maddə mədə-altı vəznin fermentini aktivləşdirir. Yəni, ödü deyir, lipazanın təsirini gücləndirir, qaraciyər olacaq. Fermenti karbohidratı parçalanmır mədənin. Həzm kanalının ən geniş hissəsi mədə. 1, 4, 2, 3, 5, 6 A bəndi doğrudur. 88. Cədvəldə insanın müxtəlif cür dişlərinin bəzi xüsusiyyətləri verilib. Buna əsasən hansı ifadə doğrudur? X normal ontogenez zaman 16 yaşdan sonra çıxır. Deməli, bu ağıl dişlərdir. X yetkin insanda sayı 8 ədəd deyil, 4 ədəddir. Y. Öz diş növü ilə qonşu deyil. Ağlımıza gəlir köpək dişlər. Köpək dişlər öz diş növü ilə qonşu deyil. Kəssi və kiçik azı dişi ilə qonşu olur. B bəndi doğrudur. Bir tərəfində köpəyin kəssi diş var, bir tərəfində də kiçik azı diş var. B bəndi doğru olacaq. 89. X, Y və Z-i müəyyən edin. İnsan orqanı mədəni göstərib. 2 bədən boşluğunda yerləşərək ona birləşən orqan hansı olacaq? Məsələn, yoğun bağırsaq buna birləşmir. Nazik bağırsaq 2 bədən boşluğunda deyil. Qida borusu olar. Şəkildəki orqanın şirə ifrazını gücləndirən sinir parasimpatikdir. Ya C-dir, ya Y-dir. Şəkildəki orqanın fermentlərinin təsirindən kimyəvi parçalanmaya məruz qalmayan üzvü birləşmədə olacaq. Olmalıdır karbohidrat. Polisaxaridlər C bəndi uyğun gəlir. 90. X, Y və Z maddələrinin biri nişasta, biri yağ, biri də zülaldır. Təcrübələrin nəticələrinə görə bu maddələri təyin edin. Ağız suyu X və Y-dən yalnız Y-i parçalayıb. Deməli, Y olmalıdır karbohidrat. Karbohidrat da nişastadır. Y nişasta uyğun gəlir. Mədə şirəsi Y-dən Z-dən yalnız Z-i parçalayıb. Zülal ola bilər, yəni karbohidratı parçalamayıb da zülalı parçalayıb. Mədə-altı vəzin şirəsi və öd
X-la Z-dən hər ikisini parçalayıb. Bu da yağa uyğun gəlir. Onsuz da bu məd-altı vəzn hər üçünə təsir edir. C bəndi uyğun gəlir. 91. Yalnız nazik bağırsağa aid olanları müəyyən edin. İşi sinir humoral yolla tənzimlənir. Yalnız nazik bağırsağın deyir ki, orqanizmin işi sinir humoral yolla tənzimlənir. Susqada 2,5 litr şirin ifraz olunan mədəyə aiddir. Yağların həzmi yalnız nazik bağırsaqda yox. Üzülan həzmi yalnız burada deyil. Kimyəvi çevrilməyə uğramış qida maddələri qana, limfaya, nazik bağırsaqdan, çünki xovlardan keçir. Axarı bu bağırsağa açılan orqan zərərli maddələri zərərsizləşdirir. Bu da qaraciyər deyir ki, zərərli maddələrin 95%-ni zərərsizləşdirir. Axarı da bağırsağa açılır. Nazik bağırsağa. 92. İnsanın həzm kanalında fermentlərin təsirindən hansı parçalanma baş verməz? Zülal amin turşusuna parçalanır. Yağlar gliserin və yağ turşusuna parçalanır. Mürəkkəb karbohidrat sadə karbohidrata, glikozaya parçalanır. Bu dedik düzdür. Zülal amin turşusuna parçalanır. Olmaz. Mürəkkəb karbohidrat sadə karbohidrata parçalanmalıdır. 2, 5, 6 yanlışdır. 93. İnsanın mədə divarlarında hansılar olar? Mədə divarlarında saya əzəllər olur. Uzunluğu eninə köndələn. Bir də ola bilər xarici sekresiya vəzləri 5. 94. İnsan üçün hansı mülahizələr doğrudur? Həzm kanalında zülalar bir-birindən kəskin fərqlənən iki mühitdə parçalanır. Turş və qələbi doğrudur. Həzm kanalında üzvü maddələrin parçalanmasına yalnız daxil sekresiya vəzisi deyənmərik. Həm xarici, həm qarışıq sekresiya vəzisi iştirak edir. Həzm kanalından kənarda yalnız 6 iri xarici sekresiya vəzisi səhvdir. 8-i yerləşir. 6 ağıl suyu vəzisi, 1 qaraciyər, 1 məd-altı. Həzm kanalında öd yağların həzmini asanlaşdırır. Doğrudur. Öd məd-altı vəz fermentlərini fəallaşdırır. Doğrudur. Xüsusilə də lipazanı. Su yoğun bağırsaqdan sorulur. Doğrudur. 1, 4, 5, 6 doğru olacaq. 95. İnsan üçün yoğun bağırsağa aid xüsusiyyətlər hansılar ola bilər? A, D, E, K vitamininin sorulmasını asanlaşdıran öddür. Bəzi bakteriyaların yaşadığı yer yoğun bağırsaqdır. Xeyirli bakteriyalar yaşayır. Selulozanın bakteriyal parçalanması burada gedir. Suyun çox hissəsi vitamin sorulur. Doğrudur. Yağların həzmini asanlaşdırır. Olmaz. Zərərli maddələri zərərsizləşdirir. Qaraciyəri deyə bilərik. Doğru olacaq 2, 3 və 4. 96. İnsanın həzm kanalının ən uzun şöbəsindən, yəni nazik bağırsaqdan, qanı qarın boşluğunun sağ hissəsində yerləşən orqanı gətirən damar, yəni qaraciyərə gətirən damar, qaraciyərin qapı venasıdır. Burada zəhərli maddələr ən az olan qanı nəql edir? Yox. Zərərli maddələr çoxdur. Onun da bu zəhərli maddələrin də 95%-i burada zərərsizləşir. Qida maddələri ən çox olan qanı nəql edir deyə bilərik, çünki bağırsaqdan gəlir. Bağırsaqdan da bu üzvü maddələr qana sorulur, oradan gəlir. Ona görə qida maddələr çoxdur. Arterial qanı daşımır, venoz qanı daşıyır və vena damarıdır. 96, 2 və 4 olacaq. 97. Həzm kanalının ən geniş hissəsi, yəni mədə, zülaların kimyəvi həzminin başladığı orqandır. Bitki yağlarının və karbohidratların fermentlərin təsirindən parçalandığı orqandır. Bitki yağları burada parçalanmır. Karbohidrat da ikisi də parçalanmır. Səhv. Xovlar vasitəsilə sorulma prosesini həyata keçirir. Xovlar burada deyil. Qidanın fiziki kimyəvi çevrilməyə məruz qaldığı orqanda deyə bilərik. Fiziki əzələlərin mədədə olan əzələlərlə baş verir. Kimyəvi də fermentlərin təsirindən baş olur. 98. Hansı mülahizə doğrudur? İnsanda fərdi inkişaf zamanı, yəni 10-cu gününüzdə çıxan kisiyazı dişlər 8 ədəddir, düzdürmü? 8-i süd dişlərindədir, tökülür, sonra 8-i yenidən çıxır, daimi dişlər kimi. Yəni ümumi 16 ədəd çıxır. Bunların sayı böyük azı dişlərinin sayından çoxdur, doğrudur. 1. Kəsici dişlərin sayı 8 dənədir, 10-cu gününüzdə çıxır 16-sı. Kiçik yazı dişlər də
bu da 16 ədəddir. Sayı bir-birinə bərabər oldu. Köpək dişlərin sayı 10-cüzdə çıxan 8, kəskin dişlərin sayı 16. Bərabər olur, səhv. Kəskin dişlərin sayı 16, kiçik yazı dişlərin sayı 16 bir-birinə bərabərdir. Çox deyil. 1, 2. 99. İnsanda fərdi inkişaf zamanı 10-cüzdə çıxan köpək dişlərin sayı 8. Yetkin insana bu sözə fikir verək. Yetkin insanda kəskin dişlərin sayı neçə ədəddir? 8 ədəddir. Bir-birinə bərabərdir. 1 doğrudur. Böyük yazı dişlər neçə ədəddir? Bir dəfə çıxır. 12 ədəddir. Kəskin dişlərin sayı 16. Sayından çox olur, səhv. Kiçik yazı dişlərin sayı 16. Kəskin dişlərin sayı 16. Bərabərdir, düz. Köpək dişlər 8. Yetkin insanın böyük yazı dişlərinin sayı 12. Bərabərdir deyir, səhv deyir. 1, 3 doğru olacaq. 100-də. Şəkildə normal ontogenez prosesi keçirən bir şəxsin alt və üst çənədəki dişləri verilib nələri söyləmək olar? Gəlin əvvəlcə bunları analiz edək. Burada hansı dişlər var? Bunlar kəskin dişlərdir. Yuxarıda 4 ədəd, aşağıda 4 ədəd. Ümumi 8 ədəd kəskin dişləri var. Onun yanlarında yerləşir. Nə yerləşir? Köpək dişlər. 1, 2, 3 və 4 ədəd köpək diş var. Onun da yanlarında olacaq kiçik yazı dişlər. 1, 2, 3, 4, 5, 6, 7, 8. Kiçik yazı dişlərdir. Böyük yazı dişləri çıxmayıb. Deməli, bu insan ağız boşluğunda yalnız süd dişlər var. Daimi dişlər çıxmamışdır. Deməli, doğrudur. Süd dişlərdir çünki. Bu insanda 2 diş növü ilə qonşu olan dişlər çıxmışdır. Baxın, bu köpək dişləridir. Bir tərəfdən kəskin, bir tərəfdən kiçik yazı ilə qonşudur. Doğru. Bu insanda ağıl dişə çıxıb, səhv. Bu insanda olan bütün dişlər ontogenezdə 2 dəfə çıxan dişlərdir. Doğru. Bunlar töküləcək, yerindən daimi dişlər çıxacaq yenidən. Bu insanda olan kəskin dişlərin sayı kiçik yazı dişin sayından çoxdur. 8 ədəd, kiçik yazıda 8 ədəddir. Çox deyil, bərabərdir. Bu insanda yalnız öz diş növləri ilə qonşu olan, bizə dəqiqə, bu insanda yalnız öz diş növləri ilə qonşu olan dişin sayı 4 ədəddir. Burada nəzərdə tutur hər iki tərəfdən öz diş növü ilə qonşu olan. Bu da bir bu, baxın, sağında da sonunda da kəskin dişdir. Yuxarıda da yenə həmən dişlər. Cəmidir 4 ədəd. 1, 2, 4, 6 doğru olacaq. 101. Həzm sistemi bir cüt iri həzm vəzlərinin axacağı ağız boşluğuna açılır. 3 cüt iri həzm vəzlərinin axacağı ağız boşluğuna açılır. Doğrudur. Həzm kanalından kənarda 2 iri tək cüt olmayan həzm vəzsi yerləşir. Qaraciyərinin mədə-altı vəz doğrudur. Qarın boşluğunda yerləşən həzm vəzlərinin fermenti yalnız yağı parçalamır ki, karbohidrat da parçalayır, zülal da parçalayır. Burada da deyir ki, yalnız zülal yağı parçalayır, səhv, karbohidrat da parçalayır. Uyğunluğu müəyyən edin. Bağırsaq çöpü bakteriyalarının yaşadığı mühitdir yoğun bağırsaq. Selulozanın bakteriyal parçalanması yoğun bağırsaq. Zərərli maddələr zərərsizləşir, deyə bilərik öddə. Qaraciyərlə bir yerdə zərərli maddələr zərərsizləşir. Funksiyası pozulduqda enterokolit xəstəliyinin yaranmasına səbəb olur. Enterokolit bağırsağın xəstəliyidir, amma burada deyir enterokolit xəstəliyinin yaranmasına səbəb olur. Ona görə biz bunu ödə yaza bilərik. Ödün funksiyasının pozulması enterokolitə səbəb olur. A, D, E, K vitaminlərinin sorulmasını asanlaşdırır. Ödün funksiyasıdır. 103. Uyğunluğu müəyyən edin. İnsanda fermenti zülalı yağı karbohidratı parçalayır. Mədə-altı vəz olacaq hər üçünü parçalayan. Fermenti yalnız karbohidratı parçalayan ağız boşluğu. İfraz etdiyi maddə mədədən gələn turş qida orasını neytrallaşdırır. Qaraciyər
hansı maddədir? Öddür. 1-ə Y, 2-yə B, 3-ə A. Testlərin sonuna gəldik. Əgər başa düşmədiyiniz sual oldusa, şərhlərdə yazıb soruşa bilərsiniz. Sağ olun.